Herkes salam dostlar. Bugün benim Azerbaycan oyunu olaraktan Holigan oynuyoruz. Böyle Holigan oynuyoruz. İndi yüklensin. Görək. Deməli dostlar, bizi belə bir maşınla qarşılayır. Belə maşın var idi. Neyse. Deməli belə bir maşınla qarşılayır. Prosto mən Peredok vermişəm buna. Yəni elə bir maşınla bizi qarşılayır. Mən də bunu almışam. Bir də ki bunu almışam. Bunu ama oyunun özü verib. Yəni siz də bundan faydalana bilərsiniz. Deməli girək oyunumuza. Gördüyünüz kimi burada həm vurmam oldu. Toyota Pilus neysə. Burada mağazanın qarşısında maşın saxlama təkərin boşalacaq. Yaxşı, gördüyünüz kimi burada yerler var. Burası bunlar hələ ki gəlməyibdir denən. Azərbaycandan Rusiya var. Bunlardakı təzyiqlə gələcək. Buna görə də 5 mərtəbəyə girməliyik. 5 mərtəbə nə olduğunu mən də bilmirəm. Neysə. Deməli girdik. İndi sizə bir xəritə gəzdirim. Bura baxılıdır, bura girmək olmur. Sonra buranın altında gördüğünüz gibi burada parkovka yeri var. Mən indi gəlməyim sonra çıxmaq. Burada həmişə yavaş olun. Çünki buradan dönəndə həmişə iki təkər qaldırırıq. Buraların hamısı boşdur. Oralarını müvəqqəti olaraq bağlayıbdılar. Gördüyünüz kimi burada yol patrol xidməti buna vurmadıqca heç nə eləmir. Buraya getmək olur. Buraya gedək. Buraya gedəndə gördüyünüz kimi belədir. Elə orada bu biri tərəfdə elədir. Yəni heç bir fərq yoxdur. Ora parkovka yeri idi. Buralardakı belə boşdur. Yəni bağlanıbdır. Burada yarış eləyə bilərsiniz. Gördüyünüz kimi gəlin də buraya girək. Orada da əslində heç nə yoxdur. Nəsə mesaj gəldi. Neyse Tuncay yazdı. Deməli indi isə gedirik şeye bip. Geri indi polisi əmiyə satacaq, polis əmlərə satacaq. Sadəcə 2 dənə polis var. Yəni 3 dənə falan yoxdur. Yəni mən pələlik belə boşdur, çünki oyun təzə çıxıb. Burada bir dənə Snoiktorumuz. İndi gedirik. Mən arxadan vuracağım. Çünki qabaqdan vuranda tez tutuluq. Hoppa! Gecəniz xeyrə qalsın. Allah rəhmət eləsin. Deyib öldük. O hələ dönənmir. Mən niyə ora girdim? Bir dəqiqə evə giririk. Əgər qaçmaq istəyirsinizsə və qaça bilmirsinizsə evə girin. Size bunu gösterdim. Bir dəfə də deyəsən 07 idi bu. Neyse mən qarışdırıram. 06 ilə 07 həmişə qarışdırmışam və qarışdıracam da. 015 ilə də 04'ü qarışdırmışam. İndi buraya girək. Və bu arada mənim ad günümdür. Gir də. İndi bir dəfə də bununla girək. Bu maşınla. Gördüğünüz gibi ben bunları almışam. Yani öz-özünə belə şeydi. Üstünde efir yazmışam. Çünki pulum yok idi artık başka bir şey eləməyə. Biraz amatörün gücləndirmişəm. Neyse gördüğünüz kimi də ki belə hop çılğın istər. Çılğın basın. Əgər siz də istəyirsinizsə elə nömrədən gördüyünüz kimi Holigandır. Siz de yükleyip oynayabilirsiniz. Şimdi eve gireceğim. Ve buradan size bir tane de maşın göstereceğim. Niva. Bunda mən çox da tövsiyə eləmirəm. Yəni təzə oyuna başlamışsınızsa ilə buna paradoks falan verməyin. Və indi bir dəqiqə tutulum bir polisə. Məsələn, başlamışsınız və pulunuz əlinizdə yoxdur. Yəni 10.000 oyuna başlayanda verir. Və siz isə
maşın almaq istəmirsiniz, hələ toplamaq istəyirsiniz. Toplamaq elə çox asandır. Sadəcə 90-la falan gedin sürətli. Orada sizə 5-5 coin verəcək, pul verəcək. Onlarla faydalanıla bilərsiniz və mən açdım. Mən düzəldən bir şəxs arxaya getmir. İndi gedim bir daha polisə tutulum mən. Polisəmi, çox rüşvətxorsuz, neysə, polisəmi, çox gözəlsiniz siz, çox yaraşıqlısınız siz, çox ad gözsüzsüz, çox gözəlsiniz siz, heç pul yeyirsiniz, pul yemirsiniz, çox rüşvətxor deyilsiniz, tutulacaqsan, tutulaq görək nə qaracaq bizə. Gördüyünüz kimi burada 76 pul əvəzinə 76 pul gördüyünüz kimi belə də işarətləyim. Gördüyünüz kimi bunu seçməyin. Biz dayımıza zəng eləyəcəyik. Dayımıza zəng eləyəcəyik. Day kimdir bilmirəm. Amma bilirəm ki mütləq lazımlı bir şəxsiyyətdir. Day da ki yəqin bizim Türkçə demişkən avukatımızdır. Belə reklam keçdi və gördüyünüz kimi polislər bizə ücret soydular. Yəni heç nə eləmirlər. Gördüyünüz kimi bu qədər asandır. Onlara da pul vermək əvəzinə və qaçmayın. Qaçan daha da çox pul cəzasını aparır. Mən bir dəfə çox qaçmışdım və mənə 3000-ə yaxın bir pul cəzası vermişdi. 2958 idi. Yəni o boyda pul cəzası yemək əvəzinə gedin siz belə eləyin. Təbii ki də mən daya zəng elədim. Çünki onu vermək əvəzində deyiləm. Ya da ki mən elə evə tezdən basıram. Amma belə spamlamayın. Çünki gördüyünüz kimi belə olur. Biraz o bir tərəfə gedək. Gördüyünüz kimi belə bir maşın var. Belə. Bunu sizə onsuz da pulsuz verir. Yəni istəsəz tez bir şəkildə bunu alıb. Gördüyünüz kimi 400 falan da var. Yəni ən bahalı maşın elə Mercedesimizin özüdür. Gördüyünüz kimi elə içindən falan da belli olur. Amma markasını falan qoymayıbdı. Yəqin ki reklam falan eləmək istəmir. Əgər pulla qazanmaq istəyirsinizsə, yəni çox təzə başlamışsınız və 10.000 pulunuz var və sizə bu şey deyil. Buna görə də girirsiniz bu səbətə. Səbətdə bizi izlə qazan var. Gördüyünüz kimi burada TikTok falan filan var. Bizi izlə və qazandan. Yəni burada da pul var. Yəni pulu kim verər bilmərəm. Amma yəni gördüyünüz kimi burada da ki pul falan var. Məsələn mən 5 tane alsam bu 49.95 dollar eləyir. Ondakı artıq bilməm neçəyədir. Nəysə 2024'də elə deyəsən oyun çıxıb və 2024'dən indiyə qədər bu boydan şey olubdu. Və biz dostumla bərabər, Hüseynlə bərabər bir dənə şey ayrıntı fark eləmişik. Orada qıraqda bir dəqiqə çəkir. Aha baxın orada baxın 85 yazılıb. 85 haran nömrəsidir? Gözüm nətər xətt idi. 85 haran nömrəsidir? 85 Naxçıvanındır. İndi neyse Naxçıvan yazdıq. Yoxsa oyunun yaradıcısı Naxçıvanlıdırmı? Hər şey ola bilər. Buna görə də Dikberburg kimi bir şey ola bilər. Neyse bunlar silək. Siləmirik. Neyse. Yəni belə bir şey. Siz istəyirsinizsə oyunun adını belə bir şəkildə yazın. Bela neyse gü bilmem xəttimi çox pis yazdım çünki
mən tez yazanda elə olur. Gördüyünüz kimi elə buradan da baxa bilərsiniz. Nömrədən də holiqandır. Sağ olun, salamat.